Aha. Deməli mövzumuz Hülakülər dövləti, Qazanxanın islahatları bununla bağlı suallardır, sınavımız. Birinci sualımız deyir ki, Hülakülər və Eldənizlər dövləti arasında ortaq cəhətlərdəndir. Hülakülər və Eldənizlər dövləti. Hülakülər dövləti bildiyimiz qədərilə 1257, 1358-57. Eldənizlər 1136, 1225. Ortaq cəhətlər istəyir bizdən. Dövrləri nəyə görə yazdım? Ola bilər dövrlərlə bağlı bir məsələ ola bilər. Baxaq, iqta torpaq sahibliyi mövcud olubmu? Bəli. İqta şəhidlə ərəblərdən başlayır. Ərəblər dövründən başlayır. Hülakülər, Eldənizlər dövründə də davam edəcək ta uzun müddət. Bəli. Dərbənddən İran körfəzinə qədər ərazini əhatə edirlər. Baxaq, Hülakülər Dərbənddən İrana qədər, Eldənizlər bu da düzdür, İran körfəzinə qədər. Şirvanşahlar dövlətinin asıl sahiblərmi? Bəli, hər ikisi Şirvanşahları tabe ediblər. Hətta Eldənizlərdə bir Şəmsəddin Eldənizdir. Şəmsəddin Eldənizdir. İkincisi isə Qızıl Arslan idi ki, Şirvanşahlar dövlətini yenidən tabe etmişdi özünə. Bəli, 3 də var. Qızıl Ordu dövləti ilə müharibə aparması Eldənizlər Qızıl Ordunu görməyiblər. Niyə görə? 1225-də Eldənizlər süqut edibdi. Qızıl Ordunun yaranması isə təxminən 1240-cı illərdir. Yəni görməyiblər ümumiyyətlə onlar bir-birlərini. Torpaq vergi sahəsində islahatların həyata keçirməsi. Hülakülərdə var, Eldənizlərdə elə bir islahatımız yoxdur. Cavabımız A variantı idi. Növbəti suala keçək. Elxanilər dövləti üçün səciyyəvi deyil. Elxanilər dövləti üçün səciyyəvi deyil. Ekranı yəqin ki, görə bilirik. Görmürsünüzsə biraz daha genişləndirə bilərəm. Yəni səsli olsa da deyə bilərsiniz. Əgər görə bilmirsinizsə deyiniz, genişləndirim. Elxanilər üçün səciyyəvi deyil. Əsas mərkəzin Azərbaycan olması bəli, düzdür. Şirvanşahlar dövlətinin asıl halsa alınması bəli. Biraz əvvəlki testdə bunu demişdik. Hülakülər dövlətində Təbriz paytaxt şəhərlərdən biri, Təbriz, Marağa, Sultaniyə paytaxt şəhərlərdir. Monqolların 5-ci ulusu idi. Doğrudur. Hülakü xan, Çingiz xan bölgüsündə bu yox idi. Sonradan yarandı. Cəlairlər dövlət tərəfindən varlığına son qoyulması yox. Qızıl Ordu tərəfindən varlığına son qoyulmuşdu. Cavabımız Y variantı. Elxanilər dövlətin paytaxtları dedik. Sultaniyə, Təbriz, bir də Marağa idi. Bəli, doğru dediniz. Elxanilər dövlətin idarəçi sistemi və iqtisadi vəziyyətinə aid uyğunluq gözlənilməmişdir. Uyğunluq, yəni burada bizə səhv variantı istəyir. 4-cü sualda. Qopçur vergisi oturaq əhalinin ödədiyi can vergisi idi. Hülakü xanın hakimiyyət dövründə vilayətlərin idarəsi Monqol şahzadələrinə tapşırılmışdı. Hülakü xan da bəli. İncu xan və xan ailəsi məxsus torpaqlardır. Bu da doğrudur. Bac vergisi tacirlərdən alınırdı. Bəli. Müsəlmanların itaətə saxlamaq üçün din xadimlərinə bütün vergi azad edilmişdirmi? Xeyr. Hətta ilk dövrlərdə onlar dinə belə çox da qəbul etmirdi. Çünki Monqolların dini bütpərəstdirlər. Yerli əhali isə Azərbaycanda yaşayan əhali İslam dini qəbul etmişdi. Buna görə də onlar eyni zamanda bütpərəst olmaqla bərabər köçəri maldarlıqla məşğul idilər. Yəni, din məsələsinin bura bir aidiyyəti yoxdur. Qazanxan hakimi gəldikdən sonra İslam dinindən yaxınlıq əlaqəsi quracaq. 5-ci Azərbaycan torpaqları uğrunda Hülakülər dövləti mübarizə aparırdı ki, təbii ki, Qızıl Ordu dövləti ilə nə vaxtdan bəri elə 13-cü əsrin 50-ci illərini, yəni Hülakülər dövləti yarandıqdan etibarən, yarandıqdan az sonra başlayıblar mübarizə aparmağa. Qazanxan torpaq islahatının əsasını təşkil edirdi. Biz torpaq islahatında belə bir şey demişdik ki, əsası nə idi? Orduda xidmət edən Monqol feodallarını, yəni Monqol əsgərlərini torpaqla təmin etmək.
Ona görə Vəq torpağı getdi, İqtator azad şəkildə satışa çıxarması yox. Monqol qoşunlarında bəli, xidmət ilə torpaq sahəsi paylamaq doğrudur. Qazan xan islahatlarına aid düzgün ardıcıllığı davam etdirin. Vergilərin növləri dəqiqləşdirildi. Vergi, qeyri-qanuni vergi toplanması qadağan edildi. Vergilərin toplanması baş divanın sərəncamına verilir. Adı üstündə. Vergilərin toplanması baş divana həvalə olunmuşdur. Doğrudur. Vilayət hakimləri bu işdən uzaqlaşdırıldı. Elçilər vəsait alması qadağan olundu. Bu rabitə islahatı idi. Rabitə. Vilayət hakimləri harda vergi hüququnu verildi, xeyr, itirdi. B-də çıxdıq. Sənətkarın alınan baz vergisi 1/3 azaldılmışdı. Çıxdıq. Maldar kəndlilərdən otlaq sahəsində alınan vergilər ləğv edildi. Xeyr, belə bir məsələmiz yox idi. Xəritəyə və cədvələ aid uyğunluğu müəyyən edək də. 1. Marağadır. 2. Təbriz şəhəridir. 4. Ərdəbil şəhəri idi. Demişdim, baxın, Urmiya gölünü görürsünüz burada. Kontur xəritə formasında veribdir. Urmiya gölünə görə müəyyən edəcəkdik hamısını. 5. Gəncə şəhəri idi. Bir də 3 nə idi? Şamaxı şəhəri. Hüdaşilər dövlətin paytaxtı olublar. 1 və 2. 1. Marağa, Təbriz. Bu doğrudur. Ərazisində 12-ci əsr memarlıq abidələri inşa edilmişdir. Ərazisində 12-ci əsr memarlıq abidələri inşa edilmişdi. Baxaq. 1. Şamaxıda var. 3. Daha doğrusu 1. 1 haradır? Şamaxı 3'dür. 3'də var. Marağada da varmı? Var, orada Göygünbəz məscidi var. Göygünbəz abidəsi var orada, Marağada. Bu da var. Şamaxıda isə 12-ci əsrdə Gülüstan qalası. Səlcuq Canişinin mərkəzi olması bu Beyləqan şəhərinə aiddir. Burada. Beyləqan. 12-ci əsr Monqollar tərəfindən işğal edilmişdir. 2 ilə 4. 2-4 əslində doğrudur, amma 12-ci əsr olmaz. Çünki Monqolların Azərbaycana yürüşü 13-cü əsrdir. 13-cü əsr. Deməli, cavabımız oldu A variantı. 9-cu sualda Monqolların hakimiyyət dövründə meydana gələn torpaq mülkiyyət forması nə idi? Təbii ki, bayraq torpaqları istifadəsiz qalan torpaqlardır. Daha əvvəl baş vermişdir. 10-cu sualımız. Qazan xan tərəfindən kəndlilərin torpağa təhkim olunması 1303-də. Elxani ilə Qızıl Ordu dövləti arasında müharibələrin başlanması. Bu biraz əvvəl dediyimiz kimi 13-cü əsrin ortaları, yəni Elxani dövlətinin yaranmasından başladı. Təbriz əhalisinin Qızıl Ordu Canı bəydən yardım istəməsi 1357. Monqolların Azərbaycana 3-cü yürüşün başlaması 1256. Hülakü xan tərəfindən yeni dövlətin əsasının qoyulması Hülakü xan 1258. Əslində şəhərdə bu 56 məsələsi biraz daha köhnə kitablara geçsək, orada 53-də başlayırlar, səfərə başlayırlar. 56 artıq Azərbaycana çatmasıdır. Yəni biz də ondan götürürük, elə 56 olaraq qəbul edirik. Deməli, daha əvvəl olan hansıdır? Bu 13-cü əsr bu getdi. 13-cü əsrin ortaları müharibələr başlandı, dövlət yarandıqdan sonra, amma ondan əvvəl Monqolların yürüşü var. Bəli. Cavabımız D variantıdır. 11-ci sual. Qazan xanın torpaq islahatına aid deyil. Torpaq islahatı əsas vacib olan islahatlardan biridir. Torpaqdır, vergidir.
və məhkəmədir. İqta torpaqları bağışlanıb və alıb satıla bilməzdi. Aid deyil. Bir dəqiqə sualı baxaq. Aha, düzdür. İqta torpağı alınıb satıla bilməz. Bu ərəb dövründən fərqlidir. Çünki ərəblər dövründə iqtanın bağışlanan forması var idi. Sonra iqta torpağı İnci Bayraq divan torpaqlarından verilməli idi. Bu da düzdür. Bizə aid olmayanları soruşur. Rasim, aid olmayanları istəyir bizdən. Kəndlilər torpağa təhkim edilmişdimi? Edilmişdi. Bayraq torpağı hərbçilərin şəxsi irsi torpaqları hesab olunurdumu? Xeyr. İrsi torpaq deyildi. Sadəcə müəyyən istifadəyə görə verilirdi. Bu torpaq alınıb satılması qadağan idi. Olmazdı bu. İnci torpaqlarından gələn gəlir yoxsul əhalinin ehtiyaclarına sərf edilirdimi? İnci torpaqlar. İnci hökmdar ailəsi məxsus olan torpaqlar olduğuna görə şah ailəsinin ehtiyaclarına sərf olunur. Saray işlərinə sərf olunur. 4-dən 5. Aid olmayan cavabımız. Baxaq, Qazan xanım məhkəmə islahatı nəzərdə tutmurdu. Yəni, aid olmayan soruşur bizdə. Qazan xanım məhkəmə islahatı nəzərdə tutmurdu. Qazi vəzifəsinə layiq din xadimləri təyin edilməsi bu aiddir. 30 illik tarixə malik iddia sənədləri qüvvəsini itirmişdir. Bu da doğrudur. Şəhər, mahal, kənd qazilərinin səlahiyyətlərini dəqiqləşdirmişdirlərmi? Bəli. Gömrük haqqının toplanması gömrük. Gömrük haqqı. Gömrük haqqı təbii ki, ticarətə aid olan bir məsələ ola bilər. Bizə isə məhkəmə soruşurdu. Çıxdıq. Müsafirlərin rəiyyətin evində qalmış qaydasının ləğv edilməsi. Bu da rabitə islahatı idi. Rabitə. 4-dən 5. C variantı. 13-cü sualımıza baxırıq. Monqollar Azərbaycanın yürüşlərinə aid Eyler-Venn diaqramını tamamlayırıq. Şirvanşahlar dövlətinin Monqollara qarşı mübarizə aparması. Şirvanşahlar dövlətinin Monqollara qarşı mübarizə aparması. Monqolların birinci yürüşündə var, ikinci yürüşündə, üçüncü yürüşündə isə ona tabi olmuşdular. Birinci yürüşündə mübarizə apardılar. Eldənizə dövlətinin Gürcü çarlığı. Bircə dəqiqə, bunu bir dənə silim. Bu, hər üçündə olacaq. Deyəm, bir dəqiqə, A variantı. A variantı hamısına aiddir. Mübarizə aparıblar. Eldənizlər dövlətinin Gürcü çarlığı ittifaq qurması. Bu söhbət gedir Özbək xan. Eldənizlərin son hökmdarı Özbək. Gürcü çarlığı da ittifaqa girmişdi Monqolların birinci yürüşündə. Dərbənin tutulması, işğalın başa çatdırılması. 1239. 1239 aiddir ikinci yürüşə. C buradadır. Sonra Azərbaycanın yeni dövlətin əsasının qoyulması. Üçüncü yürüşə aid olacaq. D buradadır. Sonra Monqollar təbii müxtəlif sayda islahatların aparılması. Bu da üçüncü yürüşə aiddir. Deməli, 1B, baxaq variantımız bu getdi, bu getdi, bu getdi. 1B, 3. Burada yəqin ki, rəqəmləri səhv qoyublar. 2C olmalıdır. Bu 2-dir, bu da 3-dür. Bu formada olsa cavab D variantı olacaq. Olar. Onsuz da biz variantları izah edirik. Diqqətin burada baxın şahidlər. Burada doğru variant yoxdur. 2C, baxaq varmı? 2AC veribdir. Bəli. Burada doğru variantımız yoxdur şahidlər. Doğru variantı biz bu formada düzəldə bilərik. Niyə görə? D burada olduğuna görə. Bu formada düzəltdim. Deməli, 2C, 3D olarsa D variantı olar. Yəni, ardıcıl bu formada olacaq. 1B, 2C,
3D'ye 4A. Bunu bu formada izah elədik. Bəli şahidlər, mümkün qədər olar. Və əgər madam elə narahatçılıq olursa, fikir bildirməyək. Düzdür, yaxşı bir şeydir ki, yəni yoldaşlarımız fəallıq göstərdilər ki, bu artıq cavab hazırdır. Amma madam elə bir narahatçılıq olursa, eləməyək, izləyək. 15-ci suala baxırıq, 14. Aha, 14-ə çatdıq. Hülaçlar dövləti səciyyəvi deyil. Yenə də aid olmayan istəyir bizdən. Hülaçlar dövləti 4-cü sualda. İqtisadi tərəfdən güclü mərkəzləşmiş dövlət idi. Bütün Azərbaycanın tərkibində birləşdirmişdi, bəli. Şimalda Dərbətdən cənubda hətta İran körfəzinə qədər ərazi əhatə edirdi. Qızıl Ordu müharibələri 100 ilə yaxın davam etmişdi. Bəli, bunu nə görür? Çünki yarandığı dövrdən mübarizə aparmışdı. Dövləti gücləndirmək istiqamətli islahatlar həyata keçirmişdirmi? Bəli, eləmişdilər bunu da. Monqolların Azərbaycana ikinci yürüşü zamanı meydana gəlmişdirmi? Yox, ikinci yürüşdə deyil. Hülakülər üçüncü yürüşə aiddir. 1256-da üçüncü yürüşdə 58-də dövlət yaranmışdı. Y variantı. 15. O geniş əraziyə malik dövlət yaratdıqdan sonra Köçərzadəyə arxanlıq dövlətin ali hakimiyyət orqanlarını, hərbi siyasi idarələr və vilayətləri şahzadələr arasında bölüşdürdü. Oturaq əhalinin istismarı yerli feodalların sıxışdırması nəticəsində güclü mərkəzləşmiş dövlət yaratdı. Aha. İndi burada şahidlər, diqqətlə baxırıq. Bizə ipucu verdi. Deyir ki, oturaq əhalinin istismarı və yerli feodalların sıxışdırılması nəticəsində güclü bir dövlət qurmuşdur. Və mərkəzi dövlət formalaşdıra bildi. Təbii ki, dövlətin yaranmasını deyir. Bu Hülakü xana aiddir. Mətndə göstərilmiş hökmdardan fərqli olaraq Qazan xan. Qazan xan Hülakü xandan fərqi nədir? Şahidlər, imtahana düşə biləcək bu formadadır. Hətta bəzən nə edir? Demişdim keçən dəfə. 2 dənə mətin verir belə. Bir mətin, bir dənə aşağıda mətin verir. O iki mətnin arasında olan şəxsləri, hadisələri müqayisə edir. İndi burada mətni veribdir. Burada gizlədib şəxsi. Digərini isə açıq verib ki, bunları müqayisə edin. Baxaq. Bizə Qazan xan istəyir. Qazan xan xüsusiyyəti. Yerli feodal arxadan köçəri Monqolların iqtisadi qüvvəsini sarsılmaq siyasəti yeritmişdirmi? Bəli. Hətta buna görə 1295-ci ildə Qazan xanın hakimiyyət gələndən sonra ona qarşı Qarabağda qiyam qalxmışdı. Monqolların qiyamı onu yatırmışdı. Yerli feodallara və din xadimlərinə arxalanırdı, əlbəttə ki. Hətta İslam dinini də qəbul etmişdi. Qızıl Ordu hərbi qüvvə Azərbaycanın hücumlarına son qoydu mu? Xeyr, belə bir məsələmiz olmamışdı. Qızıl Ordu davam edib yürüşləri. Hətta Qızıl Ordu Hülakülərə son qoyubdu. Vergilərin yığılması vilayət hakimlərinə. Xeyr əzizim, vilayət hakimləri deməmişdik. Biz orada nə demişdik? Vergilərin yığılması mərkəzi divana həvalə olunmuşdur. Buna görə bunu da çıxırıq. Yarımköçmə Monqollar iqtidara sahib olmaq hüququndan məhrum edildi. Elə bir cümlədə işlətməmişik biz. Hətta orada xidmət edən Monqollara iqtidar torpaqları paylamışdı. Bunu da çıxırıq. Cavabımız qaldı 1 ilə 2. Sxemi tamamlayırıq. Azərbaycanın Monqol ağalar dövründə yaranan vergilərdən biri bac, qopçur və tamğa vergisidir. Üşür Səlcuqlardır, Alaf Səlcuqlardır. Xərac yaranması ərəblərdir. İncu isə neydi bu? Vergi. İncu vergi deyil ümumiyyətlə. İncu torpaq mülkiyyət formasıdır. Monqollara aiddir. Xronji arıcılığı müəyyən edək. Abbasilə xilafətinin varlığına son qoyulması 1256. Daha doğrusu 58. 3-cü yürüşdən qarşıdırdıq. Qazan xan dövləti gücləndirmə istiqamətli islahatlar həyata keçirməsi
əvvəlindən götürə bilərik. Qızıl Ordu hər tərəfindən Kür çayı sahilində məğlub edilməsi. Kür çayı sahilində 1335. Həmin ildə Əbu Said özü də vəfat edəcək. Zəhərləndi, daha sonra öldürüləcəkdir. Deməli cavabımız olur 1, 2, 3. D variantı. 18-ci sual Azərbaycanda Hülakülər dövlətinin hakimiyyət dövrünə aid uyğunluq pozulmuşdur. Hülakülər dövlətinin hakimiyyət dövrünə aid uyğunluq pozulmuşdur. Yəni bizdən nə istəyir? Bizdən şairlər səhv variantı istəyir bizdən. 18-ci sual. Qızıl Ordu hərbi qüvvələr Elxanilər arasında müharibələr baş veribmi? Bəli. Dövlət yaranandan ta süqutuna qədər. Əlim Ağalı dövründə mövcud olan torpaqlar ləğv edilmişdi. Əvəzində yeniləri yaranmışdı. Yeni torpaq mülkiyyət formaları var. Amma bunlar ləğv edilməyibdi. Nəyə görə deyirik? Axı biz dediyimiz iqta qalmışdı. Mülk var idi. Vəqf olduğu kimi qalmışdı. İcma torpaqları olduğu kimi var idi. Düzdür? Bunlar ərəblər dövründə mövcud olan torpaqlardır. Və burada da olduğu kimi qalıb. Burada isə deyir ki, ləğv edilmişdir. Ona görə bu ifadəmiz səhvdir. Ölkədə vahid pul sistemi yaradılmışdır. Doğrudur. Qazan xan. Şirvanşahlar dövləti daxili müstəqilliyini saxlamışdırmı? Bəli. Bunu harada demişik? Şirvanşahlar mövzusu 13-14-cü əsrlər demişdik ki, Şirvanşah 2. Axsitan. Axsitan hakimiyyət dövründə Hülakülərin üstünlüyünü, yəni müstəqil, daha doğrusu Hülakülərin hakimiyyətini qəbul etmişdi, tanımışdı və öz daxil müstəqil saxlamışdı. Hətta demişdi ki, Hülakülərlə bərabər səfərlərdə iştirak edir, hərbi səfərlərdə iştirak edirdi Şirvanşah qoşunları. Vergi toplanması baş divanın səlahiyyətlərinə verilmişdimi? Vergi toplanması. Bu da nə idi? Bir dəqiqə, bu doğru variantı idi. Baş divana verilmişdi? Bəli, doğru verilmişdi. Bizə cavabımız oldu B variantı. Eyler-Venn diaqramına əsasən Azərbaycana edilmiş hücumların uyğunluğunu müəyyən edək. Baxaq, xidmət müqabilində iqta torpaqları paylanırdı. İqta torpaqları Səlcuqlarda da var, ərəblərdə varmı? Var, olsa ərəblərdə yaranıbdı. Monqollarda da var, A-nı yazılıb bura. Azərbaycan torpaqlarının türk mənşəli sülalələrin hakimiyyəti altında birləşdirməsi. Bunların türk mənşəli olan kimdir? B variantı Səlcuqlar. Neçənci ildə? 1066 Şirvanşahların tabe edilməsidir. Rabat adlanan hərbi məskənlər ərəblərə aiddir. C variantı. Kəndlilərin bir yerdən digər ərazilərə köçməsini qadağan edən fərman... Deyəni oxumadım. Azərbaycan yeni dövlətin əsasının qoyulması. Azərbaycanda yeni dövlətin əsası. Səlcuqlar, ərəblər, Monqollar dövründə 3-cü yürüşdə. Bu D getdi bura. Kəndlilərin bir yerdən başqa yerə köçməsi qadağan edən fərman Qazan xana aiddir. Bu da bu ərazidə. 2DY. 2DY-ni axtaraq, bu daha rahat olacaq. Burada var 2DY. Elə B variantı deyəkin ki, 1-ə B, 4-ə A. Bəli, B. Şahidlər, burada bir məsələ var, diqqətli baxın. Monqollar 3-cü yürüşündə dövlətin yaranması. Bunu bəzən sizə çaşdıra bilər. Baxın. Yeni dövlət yazır. Bax, görürsünüz. Yeninin əvəzinə bəzən, qoy buradan yazım rahat olsun. Yaza bilər ki, yerli dövlət. Yerli dövlət desə bu səhv ifadədir. Çünki Hülakülər dövləti yerli dövlət deyil. Yəni Azərbaycanlılara məxsus bir dövlət deyil. Yadellilər tərəfindən Azərbaycanda yaranmış bir dövlətdir. Yerli dövlət sayılmır bu. Məsələyə diqqət. Bir dənə sözdən bütün fikri dəyişə bilər. Qazan xanın fəaliyyətinin nəticələrinə aid uyğunluq gözlənilməmişdir. Səhv istəyir bizdən. Yenə də qabağını yazırıq. Yəni səhv variantı istəyir.
Köçəri maldarların Qopçur vergisi almağa başlamışdı. Qopçur Monqollarda var. Amma başlanması ifadəsi yanlışdır. Başlanmamışdı, davam edirdi. Elə səhv variant budur. İqta torpaqları yalnız hərbi xidmət müqabilində verilirdi. Bəli. Köçəri Monqol əmirlərinin qiyamları yatırmışdı. Bəli. Bayaq demişdik bunda. Qeyri-qanuni vergi toplanması qadağanlanmışdı vergi islahatında. Bayrat torpaqları siyahıya alınaraq əhaliyə paylanmışdımı? Monqol ordusuna xidmət edənlərə iqta olaraq paylanmışdı. Və bunun sənədləri hamısı da divan sənədləri ilə rəsmiləşdirilmişdi. Kim ata vəzifəsini davam etdirirsə, yəni bu işi davam etdirəcəksə, atadan oğula da həmin torpaqlar keçə bilirdi. Yox, olmayacaqsa həmin torpaqlar o şəxslərdən alınırdı. Yeni gələn, o vəzifəyə gələn yeni şəxs kim olacaqsa ona paylanılırdı. Hülakülər dövləti 13-cü əsrin 90-cı illəri, 14-cü əsrin əvvəlləri, yəni 1280-90-cı illər, 1310-20-ci illər. Oxşar cəhət istəyir bizdən əvvəllərində. Məhəmməd Olcaytu xanın hakimiyyəti gəlişi. Bu gəlişi bilirsiniz ki, Qazan xanın ölümündən sonra gələcəkdir. Yəni 14-cü əsrin əvvəllərində çıxdıq. Kəndlilər yaşayış yerini dəyişə bilməzdi. Kəndlilər yaşayış yerini dəyişə bilməzdi. Qazan xanın islahatında yaşayış yerini dəyişə bilməzdi. Əslində bu təhkim olunma 1303-cü ildən başlayır. Vergi verən əhali siyahıya alındı. Qazan xanın islahatlarında var. Vergi verən əhalinin siyahıya alınması. Şimal sərhədini müdafiə etmək üçün hərbi məqsədlə yamlar yaradıldı. Burada təkcə şimal sərhədləri üçün deyildi yamlar. Bütün rabitə məntəqələri idi. Yəni müdafiə məqsədi ilə deyildi. Bunu çıxırsınız. Sıra alındı mı? Xeyr. Onların torpaq sahəsi verildi. Ən uyğun variant sadəcə bir dənə 3-dür. Burada kəndlər yaşayış yeri dəyişə bilməzdi. O 1303-dən sonra həyata keçirildi ki, kəndlər bir yerdən başqa yerə köçməsi qadağan olunmuşdu. Ona qədər yəni dəyişə bilərdilər ki, bu da burada nədir? Bir yanlışlıq olubdur. Bu variant ora düşübdür. Doğru variant sadəcə 3 olaraq qalacaq. Uyğunluğu müəyyən edirik. 22-ci sual. Bayrat və İnci torpaqları. İstifadəsiz qalmış torpaqlardır Bayrat. Qazan xanın dini islahatında ləğv edilmişdi. Bunlar torpaq olduğuna görə bu vergi idi, Qopçur vergisi. Ona görə bunu çıxırıq. Bizə Bayrat və İnci torpaqlarını istəyir. Elxanın hökmdarlarına məxsus torpaq idi. Hökmdar arasında məxsus torpaqlar İnci. Biraz yaxşı yazmadım onu. İnci. Sonra yerli feodallara öz torpaqlarının idarəsi üçün verilən icazə sənədi. Bu yarlıqdır. İcazə sənədi. Kəndlilərə icarəyə verilmişdi. İcarəyə verilir, bəli. Bayrat torpaqları icarəyə verilə bilirdi. Çünki hərbiçilər paylanırdı. Hərbiçilər də təbii ki, özü döyüşə getdikləri üçün onu kəndlilərə icarəyə verirdi. Qarşılığında vergi alırdı. Düzdür. Azərbaycanda ərəb ağalığı dövründən fərqli olaraq Monqollar dövründə. Yəni, ərəblərdən olmasın, Monqollarda olsun. Məhkəmə işlərinə qazı baxırdı, düzdür. Belə deyim, düz deyəndə ərəblərdə də qazı baxır, Monqollarda da qazı baxır demişdik. Yeni vergi və torpaq mülkiyyət formaları meydana gəldi. Yeni vergi və torpaq mülkiyyət formaları. Ərəblərdə yeni vergi. Bu da oxşar cəhət olacaqdır. Sonra, iqta torpaqlar bağışlanır və irsi verilə bilməzdi, deyir. Baxaq, irsi torpaqlar. Ərəblərdə verilə bilirdi. İqtanın iki forması vardı. Bağışlanır və bağışlamayan iqta. Keçən dərslərimizdə bunları təkrar ededik biz mövzuları.
Ama Monqollar nə demişdik? Bayra torpaqları və İnci torpaqları hesabına verilən iqtidarlar nə edirdi? Bağışlana bilməzdi. Bu bir fərqimizdir. Monqollar dövründə bağışlanmaz. Azərbaycan şimal sərhədlərinin möhkəmləndirilməsinə xüsusi diqqət göstərilirdi. Bu ərəblərə aiddir. Vahid rabitə sistemi olan yamlar yaranmışdı. Bu da Monqollar dövrünə aiddir. 3-dən 5. Aha, maraqlı bir sual forması var. Qazan xanın islahatları. Rabitə və ticarət. Ölçü çəki pul sistemi deyiriksə, bu ticarətdir. Gömrük haqqının toplanması, gömrük haqqı. Bu da ticarətdir. Gömrük haqqının toplanması qaydası. Yox, bu ticarət deyil. Gömrük haqqı. Əslində ticarət də gömrük haqqıdır. Ticarət məsələsidir. Yam işçi əlavə vəsait alması qadağan olmuşdur. 3-dür. Sonra yolları karvansaralar tikilmişdir. Bu da rabitə islahatına aiddir. Müsafirlərin rəiyyətin evində qalması qadağan edilmişdir. Müsafirlər. Bu rabitə məntəqələrinə aid idi. 5. Vahid pul sistemi yaradılmışdı ki, ölçəki pul sistemi. Bu da ticarətə aid bir məsələ idi. Qaldı mı sual? Qaldı. Əbu Said 12 yaşında hakimiyyətə gəldiyi üçün onun adından dövlətə Əmir Çoban idarə edirdi. Bununla bağlı şairdə belə deyirik, Əmir Çoban, yəni çobanilər. Şairdə uşaqlar hələ də çaşırlar bəzən bunda. Çünki sizdə çaşdırmaq üçün testdə də var bildiyim qədər. Topluluğun suallarından biri də var orada, çaşdırmaq üçün yazır. Çobanilər dövləti yazır. Çobanilər dövləti deyib sizi çaşdırmağa çalışır. Çobanilər dövlət deyirlər. Hülakülər dövlətini Hülakü şahzadəsi adından idarə edən sülalədirlər bunlar. Yəni çobanlar dövlət qurmurdular Azərbaycan tarixində. Gəldiyi üçün Əmir Çoban idarə edir. Həmin dövrdə Gürcistan, Naxçıvan, Hülakü əleyhinə qiyamlar baş verdi. Bu qiyamlar yatırılması Əbu Said igidlik göstərir. Hətta Bahadır ləqəbi almışdı, bəli. Lakin hələ də bütün işlər Əmir Çobanın və oğlanların əlində idi. Mətndə göstərilmiş hökmdarın hakimiyyəti dövründən fərqli olaraq 14-cü əsrin 50-ci illərində, yəni 1350-ci illər. Artıq bilirsiniz ki, 50-ci illər 1357 Hülakülərin süqutudur. Baxaq görək nə var oradan bağlı. Qızıl Ordu hücumlarına qarşı mübarizə aparması. Bu dövrdən fərqli olaraq deyə soruşur. Qızıl Ordunun yürüşləri həmişəki dövr əvvəldən olubdur. Yəni bu dövrdə də davam edirdi. Fərqli bir cəhət deyil bu. Hakimiyyət çobanilərin əlində idi. Hakimiyyət çobanilərin əlində idi. Bütün idarə etməni soruşur. Hakimiyyətin onların əlində olması. Bax, Əmir Çoban idarə edirdi. Bahadır ləqəbi aldı. Bütün işlər Əmir Çoban oğlanların əlində idi. Bütün işlər. Əslində, bəli, burada da hakimiyyət, idarə etmə onların əlində idi. Düzdür, bir müddət sonra Əbu Said onları idarədən uzaqlaşdıracaq. Hakimiyyət çobanların əlində idimi? Əslində olar. Bu oxşar cəhətdir. Bizə nə istəyir? Fərqli cəhət istəyir. Çıxdıq. Dövlətin varlığına son qoyuldu. 50-ci illərdə bəli, son qoyuldu. 1357-ci ildə. Təbriz Cani bəyin hərbi qüvvələri tərəfindən işğal edilmişdi. O da 1357-ci ildə idi. Bəli, bu da çıxdı. Şairlər ikini də niyə görə çıxdıq? Çünki Əbu Said dövründə açıq-aydın yazır. Hakimiyyət Əmir Çobanın əlindədir. Çobanilərin əslinin əlindədir. Hələ ki onlar idarə edirlər çobanilər. Burada da 50-ci illərdə də hakimiyyətdə Hülakü şəxslər olsa da çobanilər idarə edirlər.
Ona görə 3 ilə 4. Bu 4-ün sən xətt çəkdik yox. 4-ü götürürük. 50-ci illərə aiddir. Yəni 3, 4. Doğru cavabımız budur. Dediyimiz kimi qazan xanım mövzuları yenə əhəmiyyətli mövzudur. Onlara diqqət eləyəcəyik. Bunu saxladıq burada.